geçireceği Muhammed Selam bir takrir hazırlayıptı bizim için. O da kitap üzerinden de beraber gidelim izleyelim. Bağdat'taki El Mustansiriye Üniversitesi bugün önemli bir kültürel ve akademik etkinliğe ev sahipliği yaptı. Üniversitenin Hukuk Fakültesi salonunda Türkmen Dilinin Grameri adlı kitabın tanıtım töreni geniş bir akademisyen araştırmacı ve kültür insanı katılımıyla gerçekleştirildi. Etkinlik Avrasya Uluslararası Kalkınma Birliği tarafından düzenlenirken törende Türkmen dilinin korunması, akademik olarak belgelenmesi ve gelecek nesillere aktarılması önemi vurgulandı. Katılımcılar, dilin sadece bir iletişim aracı değil, aynı zamanda toplumların kimliğini, tarihini ve kültürel mirasını taşıyan temel bir unsur olduğuna dikkat çekti. Bugün burada bir toplamamız var. O da 2 kitabımız var. Telif etmişik bizden Azerbaycan Türkmenlerinin arasında olan medeniyet canibinde, dil canibinde olan müşterekat bizimle özlerinin ara yerinde olan canibde komşularımız var, nece diğer arkadaşlarımız var Azerbaycan'dan gelibler, Irak Türkmenlerinden, Külliyet Kanun Camiat Mustansiriye'de bu şeye kalktık, bu toplamaya kalktık. İnşallah ki gelen günlerde de bundan fazla bizden özlerinin ara yerinde olan bir rabıta kurulacak. Nece diğer o ki müşterekat bizden özlerinin ara yerinde var. O caniblerde birbirimizle oturmağa, açtırtmağa bu canibleri oturmağımız olacak inşallah. Çok sağ olun. Minnətdarım. Bugün Mustansiriye Üniversitesi'nde güzel bir gündü. Irak Türkmen dilinin qaydalarının barədə bir kitap təqdimatıdır və Azərbaycanlı və bizim Iraklı Türkmen qardaşlarımızın birgə əməyi nəticəsində ərsəyə gələn bir gözəl kitabdır. Bu kitab bizim qardaş Türkmen xalqımızın öz dilinin, ana dilinin, ata dilinin qaydalarından daha yaxından tanış olması üçün çox gözəl bir fürsətdir. Biz də Azərbaycan xalqı olaraq həmişə Türkmen xalqının yanındayıq. Türkmen xalqı bizim doğma qardaşımızdır. Bizim böyük dahi şəxsiyyətimiz olan Məhəmməd Füzuli də Irakda yaşayıb yaratmışdır və biz çox məmnunuq ki, keçən il Irakın Kültür Bakanlığının yardımıyla Kərbala şəhərində Hüseyniyə məscidində yerləşən Məhəmməd Füzulinin qəbrinin üstündə onun Azərbaycan şairi olmağı yazılmışdı və bu çox tarixi bir hadisədir. Ümumiyyətlə, Irak türkmənləri ilə Azərbaycan arasında tarixən bağlılığı var. Bunlar vaxtı ilə, yəni 400 il, 500 il, 600 il bundan əvvəl, 6-7 əsr bundan əvvəl bir millət olublar, bir xalq olublar. Sonra tarixin gedişində bunlar ayrı-ayrı mühitlərdə qalıblar, yaşayıblar. Amma dilləri, ləhcələri, mədəniyyətləri, adət-ənənələri, nağılları, bayatıları hamısı oxşar, yaxın bir dildədir. Və bugün də bunu Azərbaycan xalqı da bilir, Irak Türkmen xalqı da bilir və ona görə uzun illərdir ki, arada münasibətlər üzrə, münasibətlər saxlamaq üzrə, get-gəl üzrə, belə deyək, əlaqə saxlamaq üzrə bir çox fəaliyyətlər həyata keçirilir. Tanıtımı yapılan kitabın en dikkat çekici yönlerinden birinin yalnızca Türkmen dilinin gramer yapısını ele almakla sınırlı kalmayıp aynı zamanda Türkmen diliyle Azerbaycan Türkçesi arasında kapsamlı bir karşılaştırmalı inceleme sunması olduğu ifade edildi. Çalışmada özellikle iki dil arasında gramer bakımından güçlü ve belirgin benzerlikler bulunduğu vurgulandı. Uzmanlar her iki dilin de Türk dili ailesine mensup olması nedeniyle cümle yapısı, ek sistemi, fiil çekimleri ve dilin genel morfolojik özellikleri açısından büyük ölçüde ortak özellikleri taşıdığını belirtti. Azərbaycan və İraq türkmənləri arasında əlaqələr çox qədim, çox şaxəli və zəngindir. Bu iki qardaş xalqı bir-birinə bağlayan bir sıra amillər mövcuddur. Bu amillərə tarix, siyasi, iqtisadi, mədəni əlaqələri qeyd etmək olar. Lakin bunlar arasında ən mühüm amillərdən və körpülərdən biri də dil məsələsidir. Ortaq dil məsələsi. Bəli, bugün müəyyən fərqləndirmələr var. Azərbaycan dili, İraq türkmen dili və s. Amma bunlar eyni dildir.
və eyni xalqdır. Şunu söyleyebilirim, devletlerin sınırı olabilir ama dilin sınırı yoktur. Bizim konuşma dilimiz Azerbaycan Türkçesidir. Yazı dilimiz ise standart Türkiye Türkçesini kullanırız. Bugün sabah Bağdat'ta bir festival yapıldı. Bu festival hakikatte bir kitabın çıkışının törenidir. Bizim kardeşimiz Azerbaycan'da Ennur muallim bunu bir kitap çap edipti, bir kitap tabi edipti. Bu kitabın adı Kavaid el-Luga Türkmaniye. Bilindiği gibi Irak Türkmenleri ve Azerbaycan halkının aralarında müştereket çoktur. Bu müştereket de dil. Bizim dilimiz Azerbaycan diline çok yakın olmuştu ve oluptu.